Cənub bölgəmizin milli mətbəxinə məxsus balıq ləvəngisi hazırladım, çox ləzzətli alındı. Ləvəngi sevməyə mən belə bu yemək üçün ürəyim getdi. 4 ədəd soğanı və 250 qram qozu blenderdən keçirdirik. Suyunu sıxdığımız soğanı tavaya əlavə edib biraz qovururuq. Bəli, orijinal reseptdə soğan qovrulmur, amma inanın soğanı qovrulmuş şəkildə əlavə etsəz çox ləzzətli alınacaq. Üzərinə blenderdən keçirdiyimiz qozu, duz, istiot və zövqə görə turşu əlavə edirik. Mən zoğal turşusundan istifadə etdim. İçliyimiz artıq hazırdır. Balığın sosu üçün duz, istiot və turşunu əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Balığın həm içərisinə, həm də çöl hissəsinə yaxşı-yaxşı çəkirik. Mən balığı bir gecə öncədən marinə edib soyuducuda saxladım. Səhər gündə içini doldurub sobaya bişməyə göndərdim. Videodan da göründüyü kimi hazırladığımız ləvəngiçliyini balığın içərisinə yerləşdiririk. Əvvəlcədən isidilmiş 220 dərəcəli sobada təxminən 45-50 dəqiqə bişiririk. Ləvəngini bu formada hazırlayıb mütləq siz də dadına baxmalısınız. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik!